Salam. Mən Salam uşaqlar, long time no see, amma mən nəhayət ki qayıtdım. Bu dəfə sizə Qazaxı göstərəcəm. Mən Qazaxda Adam Universitetinin mərkəzində ixtisas artırma edirəm. 3 aydan çoxdur və bugün bizim Qazax mərhələmiz başa çatır. Növbəti etapda biz USA'da olacağıq. Amma mən bu vlogda sizə Qazaxı, buradakı dərs mühitimizi, ümumiyyətlə uşaqlarla ünsiyyətimizi göstərəcəm. Ümid edirəm video mənim izləyicilərimə maraqlılar. Kiçik kütlə olsaq da mən sizi çox sevirəm və ümid edirəm ki, həmişə belə qalarıq. Belə dediyim rəqəmlər artar, yəni biz böyüyərik, amma mənim vloglarıma olan marağınız belə qalar. Baxaq görək. Dostlar salam, biz hara gedirik Mənzər? Qazax. Nəhayət bizim Qazax vlogumuz bugün çəkiləcək. Mənzər də bugün Bakıya gəlib və biz birlikdə gedirik Qazaxa. Mənzərin kim olduğunu sizə sonra açıqlayacağım. Növbəti stansiya Qazax. Dostlar, hazırda yeməyə gedirəm. Təkcə mən getməm, hamımız gedirik. Bugün bizim imtahanımız var. Həm listening, qrammatika. Yəni bildiyiniz bugün bizim üçün çətindir. Görək necə olacaq. Bura Qazaxda, səhv etməmişəm, mütəfəkkirlər parkıdır. Qazaxın tanınmış şəxsiyyətlərinin büstləri var. Ümumən Qazax mənə maraqlı gəlir. Yəni artıq 3 aydır ki, bura gəlib gedirik və özünə xas sakitliyi var digər yerlərə baxanda. Maraqlıdır, amma infrastruktur olaraq nə dərəcədə qəşəngdir onu bilmirəm. Bu hissəyə çıxmaq xaricinə. Hazırda Mənzər bizə Qazaxda canlı qalan son qarı göstərəcək. Getdik. Ayda. Qazaxda bu arada qəribə şeylərdən biri də küçələrdə qadınlar çox az təşkil edir. Bilmirəm niyə, amma düşünürəm ki, digər regionlarda, məsələn Şəki, Zaqatala bu tip yerlərdə daha çox qadınlar ətrafda görmək olar. Sen gelir. Var. Gitti. Yerdən dedi. Saymır olan cavab. Yox, komanda demədi ki, desin. Demişdiniz onlar desin. Yox, hələ demədim də. 20 saniyəniz var. Onlar da qəbul bizdə. Yaxşı, qəbul edilir. Birinci bunlar komandadan alır cavabı. Onsuz səfər. Bəli, alır cavabı. Yox. Salam Zarema. Salam, mən də sizə. Rəqsanə, Xatun, Aytaç. Salam. Qazax oteldəyik hal-hazırda. Sadəcə 4 nəfər qalıb. Biz sizə pasokda onda. Pasokda ondan içərisində ham dedi ki, mən müəllim olacağam. Bir də mən dedim ki, mən müəllim olmayacağam. Oxusam da olmayacağam. Sağ ol, Qazax.
Qazax Vədə mərkəzi və bu qatarla gedib gəlmək çox lüks idi. Amma hər lüks şeyin bir sonu var. Amma ümid edirəm bunları kəsməyəcək. Növbəti etapda biz Amerikada olacağıq və ümid edirəm ki, mən viza alaram, hopefully.